Ataya deyir ki, İslam evə daxil olanda bir səs çıxar, sakit ruh kimi birdən çıxma evin içində. Ki, uşaq görsün ki, gəlirsən, bəziləri var, güdür hamını evdə. Elə eləmə. Casus deyilsən, sən atasan. Sən gəlmirsən, bir səs sal, öskür, qapını bir bərk az gəlsin. Yox, qoy, səhv iş görəndə də səni eşitib yığışdır. Amma da eləmə ki, hiss olunsun ki, sən o kənardan güdürsən onları. Onun gizlətməyinə səbəb olacaq özünü. Mühit insanlara əmniyyət verməlidir. Peyğəmbər və imamlar belə rəftar edib. Allah biz dünyaya başa sala bilsəydik, çatdıra bilsəydik ki, nə qədər dözümlü yanaşıb bizim imamlarımız adamlara. Bu möcüzədir, yəni heç bir dünyada belə bir düzən yoxdur ki, Əhl-i Beytin yanaşması kimi. Və sonunda cəmaata üz versin, aslar istəyərlər axı, bəli, aslar istəyiblər də. Eybi yoxdur. Aramlıq o qədər mühümdür ki, imam insanlara təzyiq eləməyib, bundan kimsə istifadə edib, imam məzlum olması bahasına yenə də